Salam. Bax, oğurluq eləməyin. Amma oğurluq eləyəndə də bu hacağa kimi oğurluq eləyin. Yenə deyirəm, amma oğurluq pis işdir. Amma istəsəz oğurluq eləyəsiniz, elə bir oğurluq eləyin ki, ərziş olsun qardaşım. Bax, əlbəttə dəstgir eləyiblər, bunu tutublar, zindandadır. Mən quzarışın özünü oxuyuram sizə. Əmin Cavadi, müdir-amil pişin müəssisi etibariye milal به اتهام کلاهبرداری کلان از طریق این مؤسسه دستگیر شد. او به 3 زنش و بستگان نزدیکش 36,000 میلیارد تومان وام مشکوک الوصول داده است. Yəni siz də əgər istəyirsiniz oğurluq eləyəsiniz, bu cür məşkuk ol-vusul vamları alın. Yoxsa gedib avtoforlama alın, bir şey olmaz. Yap yaxçı oğurluğu istəsiz örgəşəsiniz, malladan örgəşəsiniz. Bunun bir dənə özünün bir qəşəng bir danışığı var. Əvvəl ona bir qulaq asaq, ondan sonra bir də balaca bir sözüm var. یک دزدی تمام عیار با مدیریت آخوندی که برای فعالیت‌های مجرمانش به امامان شیعه متوسل می‌شود. امام هفته ما این دستور رو میگه اغتنم فرصت ها رو مغتنم بشمارید. او فرصت را غنیمت شمرد و یک شبکه بزرگ کلاهبرداری خانوادگی را راه اندازی Bunlar ona görə ki, qabaqcıda pulların o rəqəm, oğurluq elədıqlarında rəqəm balaca nəzərə gəlsin, himmət adı qoymuşdular. Himmət yanına H, M, T, hezar, milyard, məsələn dediyimdə məsələn 11 himmət olurdu 11.000 milyard tümən. İndi pul o qədər ərzişdən düşübdür. Bunların da bəqol demişdi, pul ərzişdən düşdüyünə görə gərək daha çox böyük pullar oğurlayalar ki, bir ərziş olar. Himməti qoyublar kənara, indi mimmət gətiriblər. Mimmət nədir? Mimmət də, məsələn deyəndə 11 mimmət, yəni 11 milyon milyard tümən. Ona görə deyirəm, oğurluq istəsəz eləyəsiniz, əvvəl bu hacalardan amuzişini görün, dövrəsini görün, ondan sonra. Yoxsa avtoforlamaqdan bir şey olmaz. Sağ olun, yaşasın.